Salam balaca dostlarım, sizi Sehirli Əllər verilişində xoş gördük. Bugün biz balaca əllərimizlə, sehirli barmaqlarımızla qələmqabı hazırlayacağıq. Gəlin, qələmqabını hazırlamaq üçün hansı vəsaitlərdən istifadə edəcəyik, onlara baxaq. Biz bu günləri əslində tullantıdan istehsalata hazırlıq görəcəyik. Yəni, evdə istifadə etdiyimiz salfetka kardonlarını atmayıb istifadə edəcəyik. Daha sonra lent, kardon, zərli kağız və plastilindən istifadə edəcəyik. Başlayaq hazırlamağa. İlk öncə uşaqlar, biz kardonun ölçüsünü ağ vərəqin üzərində çıxardacağıq. Gəlin birlikdə baxaq görək ki, ölçüsü nə qədərdir. Ölçüsünü qeyd edəndən sonra dairənin baxacaq ki, ölçüsü nə qədərdir. Qeyd edib düz xətt çəkəcəyik. Dairə üçün kağızımızı kəsək. Və yoxlayaq görək ki, düzdürmü? Düzdür. İlk ölçünü götürəndən sonra digər ölçünü ona nəzərən çıxardıq. Kiçik ölçülü kardonların ölçüsü doğrudur. İndi isə böyük, uzun olanı ölçüsünü götürək. Kağızlarımız hazırdır. Qələm qabını daha da gözəlləşdirmək üçün düşündüm ki, pişiyə bənzər olsun. Bu uzun kardonda pişiyin başı olacaq. Gəlin ilk növbədə pişiyin başını ağ vərəqin üzərində çəkək. Qırıq xəttlər vasitəsilə dairə çəkirəm. Siz burada ananızdan da yardım ala bilərsiniz. Dairəmiz hazırdır. İndi isə dairə düz dayansın deyənə arxasına kardon edəcəyik. Kardonu etmək üçün isə dairənin formasını kardona çıxardırıq. İndi isə kardonu da kəsirik. Kardonumuz hazır və başı da hazır. Pişiyin təbii ki, qulaqları da olur, ayaqları da olur. Biz indi qulaqlarını və əl və ayaqlarını edəcəyik və quyruğunu. İlk növbədə biz əgər 2 ədəd qulaq etmək istəyiriksə, ikisi də eyni ölçüdə olsun istəyiriksə, vərəqi qatlayırıq və üzərinə 3 bucaq çəkirik. Üç bucaqlarımız hazırdır. Növbəti işimiz ayaq və əldir. İndi isə gəlin quyruğunu çəkək. Artıq pişiyimizin kiçik detalları hazırdır. Gəlin birlikdə kardonun üzərini ağ kağızla yapışdıraq. İlk öncə böyük ölçüdə olan kardonu götürürük. Yapışqanla vərəqimizi yapışdırandan sonra isə kardonun çöldə qalan hissələrini içə doğru edirik. Bu prosesi 3 dəfə təkrarlayacağıq. Artıq kardonlarımız hazırdır. Uşaqlar, hazırlayan zaman düşündüm ki, taxtanın üzəri rəngli olsa daha gözəl olar. Gəlin birlikdə o hissəni qırmızı rəng edək. Taxtamızı götürürük və rəngli kağızın üzərinə qoyuruq. Müəyyən bir ölçü götürürük. Qırıq xəttlər vasitəsilə ölçümüzü qeyd edirik. Daha sonra kəsirik.
Budur, qırmızı kağızımız da hazırdır. İndi isə taxtanın üzərinə yapışdıracağıq. Bu zaman bizə isti yapışqan lazımdır. Qırmızı kağızı taxtanın üzərinə çəkdik. Taxtamız hazırdır. İndi isə kardonlarımızı bəzəyək. Mən burada balaca, uzun zərli kağızlar gətirmişəm. Arxası yapışqanlıdır. İndi biz bunun üzərinə fiqurlar çəkəcəyik və kəsəcəyik. Siz istədiyiniz formada çəkə bilərsiniz. Mən dairə olmasını istədim. Uşaqlar, əgər sizə çətinlik yaradarsa, analarınızdan kömək istəyin. Budur, hazırdır. Gəlin birinci dairəmizin ölçüsünü götürək. Bu da digər dairəmizin olar. Arxa hissəsini tamamlayarıq. İndi isə böyük dairəmizin kənarının ölçüsünü götürək. Artıq hazırdır. Bunu isə kənara qoyaq. Ehtiyac olarsa istifadə edəcəyik. Hər bir dairənin bəzəyi hazırdır. Gəlin indi pişik qulaqlarının içini, əllərini və quyruğunda olan bəzəyi hazırlayaq. Yenə biz zərli kağızdan istifadə edəcəyik. Mən burada quyruğuna, ölçüsünə uyğun dairə çəkəcəm. Dairə hazırdır. Daha sonra isə qulaqlarının ölçüsünə uyğun balaca üçbucaq kəsəcəyik. Budur, üçbucaqlarımız hazırdır. Gəlin indi isə pəncələrini hazırlayaq. Pəncələrini qırmızı rəngdə düşünmüşəm. Qırmızı rənglə balaca dairələr edəcəyik. Əlimizdə balaca dairələr hazırlayırıq. Dairələrimiz hazırdır. Gəlin indi yapışdıraq. Gəlin indi başını hazırlayaq. Yapışdıran zaman sizə də kənarlarında yer qalarsa, qayçı vasitəsilə o hissələri düzəldin. Budur, dairəmiz hazırdır. İndi isə biz xırda detallarımızı kənara qoyub, dairə kardonları taxtamızın üzərinə yapışdırırıq. Bunun üçün isə bizə isti yapışqan lazım olacaq. Gəlin yapışdıraq. Uşaqlar, diqqət edin ki, arxaya düşən xətt önə düşməsin. Budur, hazırdır. Gəlin indi bəzəklərini edək. Uşaqlar, bayaqlar mən sizinlə bəzəklərini kiçik formada etmişdim. Amma düşündüm ki, bütün olsa daha gözəl görsənər. Ona görə də belə davam etməyə qərarı verdim. Budur, hazırdır. Gəlin birlikdə pişiyin başını yapışdıraq. Pişiyin başı hazırdır. İndi isə qulaqlarını yapışdıraq. Quyruğunun bəzəyini, əllərini, gəlin birlikdə mənim çap etdiyim bu rəsmdə olan gözü, yanaqları və ağzı ayrıca olaraq kəsək. Düşünürəm ki, balaca dostumun əl motorikasını artırmaq üçün göz, burun, ağzını plastindən eləsəm daha məntiqə uyğun olar.
Budur, hazırdır ağız, gözlər və yanaqları. Gəlin indi yapışqan vasitəsilə yapışdıraq. Birinci gözlərini yapışdıraq. Burnunu isə düşündüm, zərli kağızdan etsən daha gözəl olar. Hazırdır. Əziz izləyicilər, artıq pişiyimiz hazırdır. Amma onun bantı əksidir. Gəlin birlikdə barmaqlarımızdan istifadə edərək bant hazırlayaq. Və bantımız hazırdır. Bunu da pişiyin boğazına yapışdıraq. İlk öncə bunları kəsək. Budur mənim balaca dostlarım. Bizim pişik qələm qabımız hazırdır. Gəlin baxaq, qələmlərimiz qələm qabıda necə görsənəcək. Düşünürəm ki, çox məqsədə uyğun bir əl işi oldu. Ənənəvi olaraq hər bir verilişdə balaca bir dostumuz bizim qonağımız olur. Gedək biz bu günlər həm qonağımızla tanış olaq, həm də onunla balaca qələm qabı hazırlayaq. Sehirli əllər verilişimizin növbəti qonağı Əlidir. Əli, xoş gəlmisən verilişimizə. Necəsən? Yaxşıyam. Yaxşısan? Səninlə bugün biz sehirli barmaqlarımızla qələm qabı hazırlayacağıq. Başlayaq hazırlamağa. Bəli. Başlayaq. Sənin sevdiyin rəng hansıdır? Mavi. Mavi. Elə mən də bunu düşünərək sənə mavi rəngdə rəngli kağızlar gətirmişəm. Gəl bugün birlikdə hazırlayaq. Hazırlayaq? Bəli. Bəli. Bugün biz yenə tullantıdan istehsalata bir qələm qabı hazırlayacağıq. Əslində bilirsən bu nədir? Bu evdə istifadə etdiyimiz salfetkanın kağızıdır. Biz bunu atmırıq, saxlayırıq və özümüzə nə hazırlayırıq? Qələm qabı. Dəyərləndirib qələm qabı hazırlayırıq. Gəl indi başlayaq hazırlama. İlk növbədə biz ağ vərəqlərimizdən götürüb kardonun ölçüsünü qeyd edirik. Gəl sən qeyd elə. Buradan belə bir xətt var. Və bunu kəsirik. Kəsək? Sən kəsməyi bacarırsan? Hə, gəl başlayaq. Sən başla, köməyə ehtiyacın olarsa mən kömək edəcəm sənə. Buranı kəsin. Bəli, bu xəttin üzərindən kəsməyə başla. Afərin. Növbəti ölçünü çıxarmaq üçün artıq bizim kardona ehtiyacımız yoxdur. Həmin bu vərəqdən istifadə edərək digər kardonlara da ölçü çıxarırıq. Yaxşı? Yaxşı. Əvvəlcə baxaq görək biz düz çıxarmışıq yoxsa yox. Görək sən düz kəsmirsən. Düz kəsmirsən. Afərin sənə. Gəl indi digər kardonun da ölçüsünü çıxaraq. Qeyd edim ki, digər o biri kardon isə biraz böyükdür. Yaxşı? Buna ayrıca ölçü çıxardacaq. Vərəqimizi yenə qoyuruq və karandaşla vərəqin kənarı ilə xətti yerləşdiririk. Afərin sənə. İndi isə digər kardonun ölçüsünü qeydə alaq. Kəsdiklərimizi yapışqan vasitəsilə kardonun üstünə yapışdıraq. Yapışdıraq. Birinci kağızımızı kənar hissələrini kleyləyirik. Gəl indi bunu yapışdıraq. Sən buradan qattalar, mən də arxasını. Ay, sağ ol. Əlinlə belə-belə edək, yapışsın. Digərini də onun üstünə yapışdırdıq. Gördün, üstündə belə bir hissə qaldı. Biz indi bunu içəriyə doğru edəcəyik. İndi sən et. Ay, sağ ol. İndi bunu qattala. Sən kənarlarını düzəldərkən, mən də bir tərəfini kleyləmişdim. Gəl, indi sən digər tərəfini kleylə. Əli, səninlə kardonları hazırladıq. İndi isə kardonların altı üçün
zəmin düzəldəcəyik. Yaxşı? Yaxşı. Gəl indi bu yapışqanı qoyaq bunun üzərinə. Taxtanı qoyaq yapışqanın üzərinə. Və ölçüsünü götürək. Gəl. Mən sənin üçün kəsdim. İndi biz yapışqanı açıb taxtanın üzərinə yapışdıracağıq. Yaxşı? Yaxşı. Gəl sən aç. Birlikdə yapışdıraq. Afərin. Gəl birlikdə yapışdıraq. Qoyaq. Ölçüsü düz gəlsin. Əlinlə yapışdır. Afərin. Bunu yapışdırdıq. İndi isə kardonlarımızı yapışdırmalıyıq. Düzdürmü? Düzdür. Düzdür. İndi isə biz isti yapışqandan istifadə edəcəyik. İsti yapışqanın alt hissəsini kleylə edirik. Bu hissəni mən edirəm, çünki biraz təhlükəlidir. Əli bax, mən burada bu hissəni də düzəltdim. Artıq bizim qələm qabımız demək olar ki, hazırdır. Düzdür? Düzdür. Gəl indi bu qələm qabıya naxışlar da eləyək. Bir də burada pişik olacaq. Pişiyin başını da hazırlayaq. Hə. Gəl birlikdə al karandaşı. Hə. Gəl burada bir dənə dairə çəkək. Yaxşı, mən sənə dairə çəkməyi göstərim. Bunu qoyaq kənara. Bu artıq hazırdır. Biz bu pişiyə baş hazırlayacağıq. Düzdürmü? Düzdür. Bu pişiyə baş hazırlayacaq. Biz burada bir dənə dairə çəkirik. Mən qırıq-qırıq xəttlər çəkəcəm. Amma sən o qırıq xəttləri isə nə edəcəksən? Üstündən gələcək. Afərin, birləşdirəcəksən. İndi isə kardonu kəsirik. Budur, hazırdır. İndi biz bu dairənin üstünə ağ rəngdə kağız yapışdıracağıq. Gəl, dairənin ölçüsünü çıxardaq. Artıq hazırdır dairəmizin ölçüsünü də çıxartdıq. Demək olar ki, baş hazırdır. Pişiyin bəs başqa hansı bədən üzvləri olur? Bədən, qulağı, Aha, qulağı, sonra ayağı, sonra gözü, gözü, aha, sonra ağzı. ağzı. Ayaqları olur pişiyin. Hə? Ayaqları Olur, olur, quyruğu olur. olur. Allah sağ ol. Gəl indi birinci biz onun qulaqlarını edək. Burada bir üçbucaq çəkəcəyik. Amma bu üçbucağı təkrar kəsmək üçün ehtiyac yoxdur heç. Bir dəfəlik kəsə bilərik. Bax belə. Burada bir üçbucaq eləyəcəyik. Pişiyin qulaqlarını. Düzdür? Düzdür. Daha sonra bunu bax sehirli barmaqlarımızla bir dəfə kəsməklə 2 dənə qulaq kəsmiş olacaq. Düzdür? Düzdür. Bax, qulaqlarımız da hazır. Qaldı nə? Ayaq, Ayaq, əl, bir də ayaq, quyruq. quyruq. Afərin. Gəl indi quyruğunu kəsək. Quyruğu bax burada olacaq. Quyruğunu kəsək. Quyruğu bax burada olacaq. Gördün? Bir də qaldı nə? Əlləri. Növbəti ağ kağızımızı da götürək. Görürsən, vərəqimizi itkiyə aparmırıq. Vərəqin hər bir küncündən istifadə edirik. İndi qaldı ayaqları. Ayaqları necə olsun pişiyin? Ayaqları, Aha. Bir əli, bir də ayağı olmalı. Düzdür? düzdür. Düzdür. İndi biz burada bir dənə ayaq çəkəcəyik. Dayanacaq belə. Düzdür? Düzdür. Bir dənə də əl.
Deməli pişiyin başı, qulaqları, ayaqları və əli və quyruğu hazırdır. Düzdür? Düzdür. İndi qalır yapışdırmaq. Gəl yapışdıraq. Yapışqanı buraya doğru sürt. Kənarlarından biraz yer qaldı. Onları da belə kəsək. Budur, bax, baş hazırdır. İndi qulaqları. Qulaqlarını isə arxasına, kardonun arxa hissəsindən yapışdıracağıq. Qulaqları da hazırdır. Düzdürmü? Bax, qulaqları da hazır. Gəl indi pişiyin başını bura yapışdıraq. 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 Birinci buranı yapışdıraq, sonra isə kənarlarını bəzəyək. Yenə isti yapışqandan istifadə edirik və pişiyin başını yapışdıraq. Kömək edirsən mənə? Edirəm. Kömək elə mənə. Möhkəm tutaq. Aferin, yapışdı. İndi pişiyin gəldik bir əli. Düzdür. Bir də nə? Ayağı. Bir də bu nədir? O, quyruq. Aferin. Gəl indi bunları yapışdıraq. Yenə kleyləyək, bax bu hissəni. Və əlini yapışdıraq. Ayaqlarını da yapışdırın. Qaldı nə? Quyruğu. Quyruq. Quyruğunu isə arxadan yapışdıracaq. Arxadan quyruğunu yapışdırdıq. Hazırdır. Pişiyimizin ayaqları, əlləri, ayaqları, quyruğu və başı. İndi qaldı bəzəmə işləri. Əli, pişiyin əllərində nə olur? Əllərində dırnağı. Dırnağı, bir də barmağının izləri olur belə, düzdür? Düzdür. Düzdür. Gəl indi biz onu fərqli edək biraz. Olar? Olar. Gəl mavi rəngdə edək. Balaca dairələri əlində yuvarla. Aferin. Növbəti dairəni yuvarlayaq. Hazırdır. Gəl əlini yapışdıraq. Bir. İndi bunu da sən yapışdır bura. Gəl indi bəzəkləyəni edək. Zərli kağızdan istifadə edək. Aşağıdan bura bəzəklər edək. Yaxşı? Yaxşı. Bəzəyimiz necə olsun, Əli? Bəzəyimiz Bax, belə olsun. Üç bucaq. Olsun. olsun. Digər tərəfi də belə olar. Düzdür. Gəl bunu kəsək. Bunu sən kəs, bunu da mən kəsərəm. Bax, bunu buraya yapışdırarıq. Amma indi ölçüsünü götürə görə nə qədər lazımdır? Buradan kəsək. Buradan kəsək və bu dairəni bəzəyək. Al, gəl birlikdə yapışdıraq. Mən bu kənarını yapışdıracağam, sən də digər kənarını, yaxşı? Yaxşı. İndi yapışdır. Aferin. Əli, indi gəl bunun da bu quyruq hissəsini yapışdıraq. Yaxşı, dairə Yaxşı. kəsək, bəzəkli olsun. Buranı bəzədik, ayaqlarını qoyduq. Daha sonra nə qaldı? Göz. Göz, baş, bir də nə? Ağız, burun. Qulağının içində çəhrayı rəngdə olur, düzdür? Amma biz Düzdür. mavi rəngdə eləyəcəyik. Çünki bizim kompozisiya mavi rəngdən ibarətdir. İndi qulağının içinə balaca üç bucaqlar kəsək. Bax, üç bucağı kəsəndə belə edirlər. 1 2 2 dənə üç bucaq hazırdır. Gəl qulağının içinə yapışdıraq. Birini mən yapışdırıb sənə göstərirəm. Digərini isə sən yapışdır, yaxşı? Yaxşı. Mən kleydən açdım, sən isə yapışdır, buyur. Aha, çox yuxarıdan eləmə, mənimki kimi dursun.
Aferin. Qulaqları da hazır. İndi plastilindən götür. Pişiyin gözləri nə rəngdə olsun? Qara rəngdə olsun. Olsun. Qara rəngi ver mənə zəhmət olmasa. Aferin. Qara rəngi açırıq. Qara rəng. Əlində balaca hissəni ovallaşdır. Əvvəlcə yuvarlaq edirik. Yaxşı. Yaxşı. Sonra isə ovallaşdırırıq. Bu pişiyin gözüdür. Bax, biri burada. Gördün? Digəri isə burada olacaq. Digərini də sən yapışdır. Pişiyin gözləri hazır. Qaldı nə? Ağzı, Ağız. bir də Burnu. burnu. Burnunu plastilindən eləyək, yoxsa bu kağızdan eləyək? Plastik. Plastilindən, yaxşı. Onda oradan mənə çəhrayı rəngi ver. Çəhrayı rəngi açaq, balaca bir üçbucaq hazırlayaq barmağımızla. Bunu da buraya yapışdıraq. Yapıştıraq. Buyur, sən yapışdır. Qaldı nə? Ağız. Ağzı. Ağzını da açıq çəhrayı eləyək, yoxsa nə rəngdə eləyək? Bəlkə Evet. gülərimiz eləyək? Eləyək. Eləyək. Pişik gülümsəsin. İndi isə üstündən belə basırıq və bunu kəsirik. Qaldı pişiyin kiprikləri. Olsun kiprikləri. Olsun. Olsun. Onda bunu çoxlu əlində nazikləşdir. Əlində belə-belə də. Yox, sən çox qalın elədin. Onda pişiyin, bax, mən görsən nazik elədim. İndi sənlə birlikdə nazik eləyək. Bax, bunu yapışdır sən. Bax, dibindən yapışdır. Gözlə. Hə, yapışdır. Ops. İndi digərini yapışdır. Yapışdır. Bir dənə də elə və bığlarını eləyək. Pişiyin bığlarını da eləyək. Hə? Bığlara. Yoxsa ehtiyac yoxdur? Ehtiyac yoxdur. Ehtiyac yoxdur, yaxşı. İndi gəl, pişiyimizin deməli gözlərini, burnunu, dilini də elədik. Qaldı nə? Ayaqları da hazır. Qaldı yuxarı hissəsini bəzəmək. Onun üçün də bizim yenə mavi rəngimiz qalmışdı. Hətta burada da var. Və indi yenə biz dairə ilə bunun kənarlarını nə edək? Bəzəyək. Baxaq görək ki, ölçüsü nə qədərdir? Nə qədərdir? Buraya qədər gəlir, düzdür? Demək, bu ehtiyac deyil. İndi açırıq kleyisini. Açsan. Aç. Aferin. Gəl bunu yapışdıraq. Bax, buradan qoyuruq və davamını sən yapışdır. İşte o. Bu hazır. Düzdür. İndi keçək digər tərəfinə eləyək. Digər tərəfinə balaca da edə bilərik. Onu sən aç, yapışdıraq. Yapışdıraq, hələ. Yapışdıraq. Başını biraz aralayaq. Buradan qoyaq. Davamını sən elə. Belə içəriyə doğru aparaq. Hazırdır. İndi qaldı nə? Arxası. Düzdür. Bir də bu. İndi arxasını edəcək. Əli, pişiyimizi hazırladıq. İndi səncə pişiyə balaca bir bant da hazırlayaq? Hazırlayaq. Hazırlayaq. Mavi rəngi oradan mənə ver. Bax o mavi rəng, lenti. Aferin. Gəl, açaq.
burada mənim sənin köməyinə ehtiyacım var. Sən öz sehirli barmaqlarını mənə uzadacaqsan və mən sənin barmaqların sayəsində balaca bir bant hazırlayacağam. Yaxşı? Yaxşı. Qalan hissəni isə kəsərik. Bunu qoyaq kənara. Barmaqlarını uzat mənə belə. Afərin, yuxarıda. Afərin. Ha, bant da hazır. Düzdür? Düzdür. Bax, bantikimiz də hazır. İndi əlavə qalan hissələrini kəsək. Və pişiyin boynundan yapışdıraq. Yapışdıraq. Tamamlandı işimiz. Budur Əli, sənin qələm qabın hazırdır. Gəl baxaq görək necə görsənəcək içində qələmlər. Gəl, bunları da sən qoy. Al. Qoyaq. Budur, hazırdır. Bəyəndin Əli? Əli, səninlə birlikdə qələm qabımızı hazırladıq. Ümid edirəm ki, bəyəndin. Bugünkü verilişimizdə qonaq olduğun üçün çox sağ ol. Bugünün sehirli əllərin sənə bir kiçik hədiyyəsi var. İnşallah ki, bəyənərsən. Əli, sən hədiyyənə bax, mən də izləyicilərlə sağollaşım. Səhifəmizi izləməyi, videomuzu bəyənməyi unutmayın. Sağ olun.